Nətərsən? Qeyrətli olmalar olsun. Ağlamaq. Niyə ağlayırsan? Belə istəmirəm sən ağlayaraq görsünlər, məğrur görsünlər. Hər şey yaxşıdır. Biraz bir balaca qınayanlar da olub, nəyə görə? Haqlar da var ki, məclislərə gedir, konsertlər olur. Bəs niyə atası bu şəraitdə yaşayır? Desəm ki, əlimdən pul gəlməyib, təmir elə bilməzdim, bu yalan olar. Vaxt olub, hətta mən istəmişəm bu tərəfə toylara gəlir, məclislərə gəlirik. Mən öz dostlarımı bura gətirməyə utanmışam. Nəyə görə? Çünki deyirdim, ata, buranı bir təmir eləyək, mənim dostlarımla gəlirik. Atam deyirdi, yox. Mübahisəmiz olurdu, əsəbləşirdi, şəkər xəstələri, fərzi qalxırdı, çox mübahisə edə bilmirdim. Yəni, hətta mən Bakıda qalmağın ısrardan çox bildirim ki, Bakıda qalsın, Bakıda yaşasın. Sən yenə xanlarda qalmağı istəyir. Bu yay demək olar ki, o qazancını atasına xərclədi. Yəni, dəfələrlə həkimlərə müraciət olun, aylarla xəstəxanada dializ xəstəliyi birisi çox ağır xəstəlikdir. Yəni, ağır gedən prosesdir. Yəni, Talib həmin pula bu evi təmir eləyərdi və yaxud özünə nəsə bir şey fikirləşərdi. Xeylaq pul xərclədi. Yəni, az dördür. Atamın da dediyini başa düşürəm. Yəni, buranı kirəşdə təmir eləməyə dəyməz, ondansa digər, yəni, çünki elə, bura Almanlardan qalma. Buranı Almanlar 1872-ci il Almanlar salıb, Yelendor şəhəri olub. Qalma bir evdir. Yəni, elədir ki, artıq, atamın da fikri o idi ki, buranı təmirə dəyməz də, ondansa artıq. Yəni, şükür, hər şey yaxşıdır. Yəni, belə utanç vericilərində belə utanmalı bir şey yoxdur. Yəni, əsas odur ki, mənəviyyətin zəngin olsun. Belə kasıb görünə bilərik. Bəli, kasıbla böyümüşük. Müəllim öz Allah rəhmətli anam. Onun rəhmətli anam. Ermənistandan qaçqın düşdü, gəldik bu evə. Və bu evdə həmin elə bir dövrlər idi ki, müharibə dövrü ancaq müəllim maaşı. Ona nə etmək olardı? Heç bir, nə bir təmir, nə bir evin ancaq 4 uşağın böyüməsi üçün çalışmırlar. Ardınca tələbəli illəri, tələbəli vaxtından da nəsə eləməyə, öz başıma nəsə eləməyə çalışdıq. Yavaş, son illərdə nəsə bir balaca, anam rəhmətlə getdi, böyümələr, sarsıntı oldu, hər şey çox çətin. Onun sarsıntıları atamı da get-gedə bu hala gətirib çıxartdı. Yəni şükür bugünə. Yəni bunlardan gəlib keçdik. Validə xanımla çox razıyam. Atamı yaşamağında bu bütün əziyyətini çəkir. Həqiqətən çox əziyyət çəkir, çox razıyıq. Hələ bir şey eləməyə şərəfim var. Yetər ki, atam bir qərarı bildirsin, artıq görürsən neçə ildir bir şey yoxdur. Gəl Bakıya gedək. Çox suallar verirdi. Mən də ona görə bütün heç kimi qəbul eləmədim. Dedim özüm gedirəm bir reportaj hazırlayıram. Aydınlıq gətirir hər şey. Yəni ki, bir asılmaq çünki rast ki bir oldu. Mən heç vaxt işləməmişəm sənətə gələndə hansı şəxsi məsələn barədə, ailəm barədə araşdırırsan. İş ki belə gəldi ki, mən də açıqlama verməliyəm. Dedim hər bir şey olduğu kimi gəlib danışacağım əziz tamaşaçılar sizə. Talıbı dəstəkləyənlərə bu deyir ki, adam sayar, adam sayılan məni. Talıfa qiymət verənlər, onlar da qiymətli adamlardır. Qiymət verə bilirlər. Onların hamısına minnətdarım. Talıfdakı oğul da, kişi kimi oğul da, kişi kimi. Sağ ol. Sağ ol. Özün nə istəyirsən o gündən bəri bunu? Yaxşı, biraz yüngül istəyirəm. Hə, sağ ol qınam, hə. O gün eləcə ağlayırdım, eləcə baxırdım, orada səni təhləmişdilər. El ayağım, hərarətim yox. Büküldüm, həmən ki qamətim yox. Baxmağa rəsminə cəsarətim yox.